Oktyabrın 18-nə keçən gecə Mingəçevirdə 19 yaşlı Ləman Məmmədlinin meyidi şəhərin Günəşli Bağlar adlanan ərazisində asılı vəziyyətdə tapılıb. Sosial şəbəkələrdə mərhumun gəlinlikdə fotoları yayılıb. Bildirilib ki, Ləman 35 yaşlı kişi ilə nişanlıymış və bir neçə gün əvvəl onların qız toyu olub. Noyabrın 1-də isə oğlan toyu planlaşdırılırmış. Hadisədən əvvəl bəylə gəlin arasında mübahisə yaşandığı iddia edilir. Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır. Mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun ailəsinə ağır itki üz verib. Sabiq nazirin oğlu Elşən Camalovun həyat yoldaşı İradə Camalova vəfat edib. Qeyd edək ki, Elşən Camalov polkovnik rütbəsində hüquq mühafizə orqanlarında fəaliyyət göstərir. Xatırladaq ki, Yavər Camalov 2018-ci ildə vəfat edib. Sabiq nazirin oğlu 44 yaşlı Rövşən Camalov isə 2017-ci ildə Türkiyədə xəstəlik səbəbindən həyatını itirmişdi.